Salam uşaqlar, bir daha 74-cü məsələnin izahına baxaq. Deməli, bizə burada bildirilir ki, x2, y4-dür. Ümumi kütlə nə qədərdir uşaqlar? 8 qram. X-in kütləsini verib bizə burada 6 qram. Onda 8-dən 6 çıxanda buraya edəcək neçə qram? 2 qram. Onda 2x-imiz 6 qram etsə, bir dənə x-imiz 3 qram eləyər. Baxın, 2x-imiz 6 qramdır axı. 4y-imiz 2 qram eləsə, y-imiz edəcək 0.5. Biz x ilə y-in, belə deyək də, ayrələrini tapmış olduq. Ayrı kimi hesablayaq. Bizə deyir ki, 52 qram x-y3 almaq üçün neçə qram y lazımdır? Demək, 52 qrama bilmirik, y lazımdır. Biz bu qalsın. Biz burada bu aşağıda x3, y8-in ümumi emerini hesablayaq. Emerini hesablayanda 3 vurulsun. X-in ayrını biz 3 tapdıq bayaq burada. Üstə gəl. Y-imiz 8-dir. 8-də y-in ayrını da 0.5 tapdıq burada. Bu da eləyəcək nə qədər? 4 üstə gəl 9, 13 qram. Tapdıq ki, ümumi qram 13 qramdır. 13 qramda neçə qram y olduğunu tapdıq. 3-ü vurduq, 3-ə 9 x var. 8-i vurdum 0.5-ə də 4 qramda y var. Deməli, 13 qramın içində 4 qram y, 9 qram x varsa, bəs 52 qramın içində nə qədər olacaq? O da edəcək 16 qram. Bu qədər sadə. Nəyə başa düşmədinizsə, WhatsApp-dakı nömrə ilə və yorumda orada qeyd olunan nömrə ilə əlaqə saxlamağınız kifayətdir və yaxud yoruma qeyd edə bilərsiniz.